Hər kəsə salam, YouTube kanalıma və növbəti vloquma xoş gəlmisiniz qızlar. Bugün vloqu səhər işə gedərkən açmaq qərarı verdim. Əslində maşınla gəlmişdim, amma yoldaşım 2 dayanacaq öncədən məni düşürtdü. Hava da çox yaxşı idi. Mən də marketə getdim. Kafedrada alınacaq bəzi şeylər var idi. Onları aldım və gəzə-gəzə gəldim, çıxdım iş yerimə. Bilirsiniz ki, biz işə girərkən və işdən çıxarkən kart vururuq, yəni kart sistemi ilə işləyirik qızlar. Bugün universitetdə kafedramız tərəfindən çox böyük bir konfrans təşkil olundu qızlar. Biz də getdik, orada iştirak elədik. Ev sahibi olaraq təbii ki, öncədən getmişdik, tez getmişdik. Akt zalında təşkil olunmuşdu tədbir. Tədbir deməyim, yəni böyük bir geniş miqyaslı konfrans idi. Əsas binanın akt zalında təşkil eləmişdik. Biz də öncədən getdik, kitablar üçün belə bir güşə yaratdıq akt zalının önündə. Yəqin ki, artıq kitablardan, kitabların adlarından sizə aydın oldu konfransımızın mövzusu. Ümumiyyətlə konfransımız 20-ci yüzillikdə Cənubi Qafqazda Azərbaycanlılara qarşı törədilmiş soyqırımlar və deportasiyalar adlanırdı. Yerli qonaqlarımız var idi. Daha sonra Avropadan onlayn şəkildə qoşulan qonaqlarımız var idi. Azərbaycanlı və türk qonaqlarımız var idi. Tədbir çox yaxşı keçdi. Yəni çoxdan idi ki, hazırlaşırdıq. Ən çox da müdirimiz çox əziyyət çəkirdi bu tədbirin reallaşması üçün. Belə roliklər hazırlanmışdı. Tariximizin dünənindən bu günə qədər, yəni bütün keçdiyimiz inkişaf yolları, o inkişaf yolunda hansı çətinliklərlə, nə kimi çətinliklərlə üzləşmişik, yəni soyqırımları əks etdirən belə roliklər hazırlanmışdı. Yəni həmin gün hava şəraiti də çox yaxşı idi. Yəni bəzən olur ki, tədbirlər günü hava yaxşı olmur, gecikmələr olur. Hansısa bir qonağımız məsəl üçün olur ki, alınmır, gələ bilmir. Amma bu tədbirdə biz elə bir halla rastlaşmadıq. Tam normal, yaxşı vaxtında çatdırdıq, başladıq. Akt zalında olduğu üçün, yəni demək olar ki, müəllim və tələbə heyəti böyük əksəriyyəti oradaydı. Hər kəs iştirak eləmişdi. Bu belə tədbirlər qızlar biz il ərzində hərdən yəni çəkib vloqda da yerləşdirirəm, görürsüz. Yəni daimi izləyicilərim görürlər hər halda. Belə tədbirlər biz il boyu hazırlayıb təhvil vermək məcburiyyətindəyik. Yəni kafedra olaraq daimi işləmək lazımdır. Yəni bizim işimiz yalnızca tədrislə bağlı deyil qızlar. Yəni gedək, dərsimizi keçək, gələk və yaxud da ki, kafedrada hansısa bir sənəd işlərimizi görək və salam. Yəni bizim işlərimiz bundan bitmir qəti şəkildə. Yəni il boyu belə tədbirlər hazırlayıb təhvil verməliyik. Bunların yəni hesabatını da biz il sonunda veririk. Yəni bu tədbirlər bizim üçün çox vacibdir. Hər semestr üzrə layihələndirib tədbirlərimizi həyata keçirdirik. Yəni müxtəlif mövzularda ola bilər də, yəni İstəyən yeni ilə aid də keçirdə bilər, istəyən məsəl üçün Zəfər gününə aid keçirdə bilər və yaxud da ki, Xocalı soyqırımına aid ya ümumiyyətlə il boyu, yəni dövlət səviyyəsində hansı tədbirlər olacaqsa, ona bənzər başqa tədbirlər də tərəfimizdən keçirilir. Yəni universitetdə dediyim kimi yalnız işimiz dərs keçmək deyil. Tədbir yekunlaşdı. Biz oradan elə yığışdıq, yenidən Çapayevə qayıtdıq qızlar. Bu həftə kollokvium həftəsi idi. Uşaqlara yazı yazdırırdım. Yaxşı ki, elə yazı yazırdılar. Tədbirdən sonra çox yorğun idim açığı. Onlar yazılarını yazdılar, mən də biraz dincəldim. Biraz da dərsə gec başlamışdım, çünki oradan gec gəlmişdik, gec qayıtmışdıq. Uşaqlar yazılarını yazdılar. Mən də bir-iki işlərim var idi, onları elədim. Sənədlərim var idi, onları elədim. Və çıxdım, evə qayıdıram qızlar. Bugünüm çox
yorğun keçdi. Ümumiyyətlə tədbir olan günümüzdə fərq eləmir, ümumiyyətlə tədbir olmasın, məsəl üçün aylıq kafedra iclasların olan günü belə mən özümü çox-çox yorğun hiss eləyirəm. Nəysə ki, artıq evə gedirəm, biraz evə gedib dincələcəm. Yeni kitaba başlamışam, onu da biraz oxudum. Yolda olanda yoldaşım zəng elədi. Dedi, hardasan? Dedim, artıq evə çatıram və marketə gedəsiydim. Dedim, amma marketə girəcəm. O da gəlib məni marketdən götürəcək və evə qayıdacağıq. Bəzi alınacaqlar var idi, onları aldım. Evə gəldik qızlar. Əynimi dəyişdim, yeməyimizi falan yedik və kargolarım gəlmişdi qızlar. Bunları da sizinlə açım, sizinlə bölüşüm. Trendyoldan alış-veriş eləmişəm. Yəqin ki, artıq paketlərdən aydın oldu sizə. Bu Trendyol Milla kolleksiyasıdır. Bir dənə tişörtdür, bir dənə də pencək sifariş vermişəm. Tişört biraz kommentlər məni yanıltdı. Çünki orada böyük əksəriyyəti yazmışdı ki, yəni bədənə oturan modeldir. Amma mən də istəyirdim ki, biraz boş qalsın. Böyük razmer sifariş vermişəm, böyük ölçü sifariş vermişəm. Amma heç də bədənə oturan, yəni kofta deyilik, bilsəydim elə öz ölçümü sifariş verərdim. Bu biraz mənə böyük gəldi, amma yenə də geyinəcəm. Yəni dərziyə verib yığdıra da bilərəm, amma ehtiyac görmürəm. Yenə də geyinəcəm dediyim kimi. Tişörtü böyük Novruz endirimlərində almışdım qızlar, amma biraz gec gəldi. Yəni bilirsiniz ki, bayram vaxtı, endirim vaxtı alınan mallar biraz gecikir. Tişörtü 13 manata almışdım. Bu pencəyi isə 60 manatdan, səhv eləmirəmsə 22 manata düşmüşdü. Çox münasib qiymətə almışam. Pencəyi amma çox-çox bəyəndim. Hədsiz bəyəndim. İçinin astarı da gördüyünüz kimi belə leopar formasındadır. Bu şəkildə qatlayıb da istifadə eləmək olar. Oversizedir ümumiyyətlə, yəni bədənə oturan deyil. Çox bəyəndim, amma ütüləmək lazımdır. Səhərsi günü isə qızlar evdə idim. Mehrini atası apardı hazırlığa. Uğur da ondan bir yerdə getdi. Uşaqlar yoxdur, mən özüm təkəm. Onlar evdə olmamışkən mən də tez evləri yığışdıracağam. Uşaqlar olmayanda mənim işlərim tez qurtarır qızlar. Amma uşaqlar evdə olanda biraz gecikir mənim işlərim. Pəncərələri açdım, evləri dedim havalandırım, biraz həyəti çəkdim sizin üçün. Buraları səliqəyə saldım. Yükə qoyulacaq yorğan falan belə şeylər var idi. Onları da yükə qoydum. Burada da kirli paltarları ayırmışam. İndi aşağı düşürdəcəm. Bəziləri yuyulubdur. Bunlar isə ütülənəcək paltarlardır. Divanın üstünə yığmışam. Buranı da açdım. Dedim havası dəyişsin. Və keçdim evləri tozsoranlamağa. Bilmirəm qızlar, keçən vloqda dedim ya demədim. Bizim evimizdə elektronik əşyalar sanki növbəyə durublar. Paltar yuyan maşınımız xarab oldu, aldıq. Televizorumuz xarab oldu, aldıq. İndi də böyük tozsoranımız xarab olub. Bu tozsoran da mənim cehizliyimdəndir. Onu açmışam, onu işlədirik hal-hazırda. Əslində cehizliyimdə böyük tozsoran var. Philips markasının böyük bir tozsoranı var. Sadəcə olaraq yoldaşım dedi ki, bu digər xarab olanı göstərim ustaya, düzəlməzsə onu açıb işlədərsiz. Düzələrsə də ki, yəni ehtiyac yoxdur hələ ki açmağa. Amma yəni var, böyük tozsoranım var. Bu balaca da yaxşıdır, yəni əl verir mənə. Tam normal istifadə eləmək olur. Birinci elə tozsoranladım, daha sonra tozunu aldım mebellərin və keçdim polları silməyə. Görürsünüz, mən polları çox yəni qədim metodlara uyğun silirəm. Hələ ki pol ağacından istifadə edirəm qızlar. Mən pol ağacından çıxa bilməmişəm. Otaqları elədim, yataq otaqlarını bitirdim və keçdim yuxarıda dəhlizə. Buraları da tozunu falan alım.
6-cı gün işlərimi görürəm ki, bazar günü, yəni cüzi də olsa özümə vaxt qalsın. Biraz həm digər işlərim olur, onları eləyim. Həm də ki, bəzən olur ki, bazar günü qərar veririk ki, harasa gedək. İşim gücüm qalanda gedə bilmirəm və yaxud da getsəm də rahat ola bilmirəm. Çünki yəni həftə başlayır, 5 gün mən işdə oluram. Ona görə də həftə içi bu işlərin heç birini görə bilmirəm qızlar. Çalışıram ki, 6-cı gün artıq bütün işlərimi yekunlaşdırım. Hətta Uğuru da belə öyrətmişəm ki, 6-cı gün bütün dərslərini edir. Bazar gününə dərs saxlamır. Öyrətmişəm ki, bax bəzən olur ki, gəzməyə gedirik, ya nəsə kimgiləsə, yəni qonaq gedirik. Dərsin olanda artıq gedə bilmirik də, yəni məcbur qalırıq evdə. Onun da məntiqinə belə deyim, batıb. Həmişə mənim kimi eləyir. Mən necə ki 6-cı gün ev eşiyi yığışdırıram, o da 6-cı gün bütün dərslərini eləyir, bazar günü dincəlir. Evləri yığışdırdım qızlar, sizlə söhbət eləyə. Paltarları atmışdım, qara paltarları atmışdım maşına. Onları da çıxartdım, sərəcəm. Amma biraz dincəlmək istədim. Evi yığışdıranda qəpiyə atmışdım, onları da tapmışdım, daha doğrusu atdım kapilkaya. Paltarları çıxdım, sərdim. Qaralardan sonra rənglilər var idi, onları da atmışdım qızlar. Onları da apardım, mansarda sərdim, çünki çöldə artıq yer yox idi. Son olaraq da paltarlarımı ütülədim. Bu paltarların bəxti sanki açılmırdı. Artıq axşamüstüyə doğrudur. Yenə də pəncərələri açdım ki, biraz evlər havalansın. Çünki paltar ütülədim, biraz istər-istəməz. Ona görə dedim, havası dəyişsin. Paltarları çoxdan idi yığmışdım qızlar. Uzun müddət idi ki, ütüləmirdim. Məni izləyənlər bilirlər ki, mən paltar ütüləməyə nifrət eləyirəm. Yəni düz tutalım çarşaflardır, nə bilim dəsmaldır, düz olan heç bir şeyi ütüləməyə ərinmirəm. Amma kofta, şalvar, köynək, bunları ütüləməkdən rəsmən nifrət eləyirəm. Hələ ki paltarın materialı, yəni ütü götürməyən materialdırsa, ümumiyyətlə məni əsəbləşdirir. Mən həmişə uşaqlara da, özümə də paltar alanda çalışıram elə paltar alım ki, mümkün olduğu qədər ütüyə ehtiyacı olmasın. Əgər ütüyə ehtiyacı varsa da rahat ütülənən paltarlar olsun. Həmişə buna diqqət eləyirəm. Yoldaşıma da həmişə deyirəm ki, paltar alanda elə paltar al ki, ütüyə yatan olsun, ütüyə meyilli olsun. Amma ən çox əziyyəti də yoldaşımın paltarlarını ütüləyərkən çəkirəm. Onun bilirsiniz ki, forması falan belə şeyləri var. Onları hazırlamaq, təmizləmək mənim üçün biraz əziyyətdir. Bu paltar işini heç sevmirəm. Hamısını ütülədim, bir-bir veşilkalara asdım. Yığdım dolaba. Amma çox yorulmuşdum. Bugün həqiqətən çox yoruldum. Bu arada qızlar, bu dəsti göstərim sizə. Bu dəst Uğurun məzun günü geyinəcəyi dəstir. Bilirsiniz ki, Uğur bu illərim 4-cü sinifi bitirir. Bu da şalvarıdır. Belə su yaşılı kofta aldıq. Qızlar da o kofta rəngində yubka geyinəcəklər. Ağ rəngdə də kofta geyinəcəklər. Düzdür, Uğura biraz kofta şeydir, uzundur, amma düzəltdirəcəm. Artıq yəni məzun gününə hazırlaşırıq. Paltarları yığandan sonra qızlar, mən həmişə paltarların üstünə belə parfüm sıxıram. Yəni bu parfümü artıq çox da belə istifadə etmirəm. Qoymuşam şkafa. Şkafları belə hərdən bir parfümləyirəm. Çox qəşəng olur. Həm şkafdan iyi gəlir, həm də otaqdan iyi gəlir. Çox gözəl olur. Otağa da ümumi belə parfüm sıxdım. Parfüm deməyək, keçən səfər də göstərmişdim vloqda sizə. Bu istifadə eləmədiyim bədən spreyidir, çünki iyisi çox-çox şirindir. Onu istifadə etmirəm. Mən də elə otaqlara sıxıram. Artıq qutardı. Bunu da atdım getdi. Ev üçün qoxu alacağam. Bu var idi deyə almırdım. Həqiqətən də bədəndən çox evə daha uyğun idi qızlar. Ona görə də evə istifadə elədim. Bunları da ayırmışam. Bunlar ütülənəcək, amma buxar ütüsü ilə ütüləyəcəm.
Yəni digər ütü ilə ütüləmədim. Buraların hamısını yığışdırmışdım qızlar. Sadəcə olaraq hamamı yığışdıranda çəkiliş etməmişdim. Yəni xlorladım, sürtdüm. Belə olanda bir günə sıxışdırıb hər bir şeyi qutaranda həqiqətən çox sevinirəm. Hava da hələ heç qaralmamışdı. Hələ ki axşamüstüyə yaxın mən artıq işlərimi bitirmişdim. Uşaqlar da hələ gəlməmişdi. Ona görə özümə bir kiçik də olsa vaxt ayıra bildim. Yeməyimi yedim, daha sonra biraz çay içə-içə televizora baxdım.